Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün heç bir kanalda görmədiyiniz ləzzətli bir çöl bitkilərindən olan gicitkandan, bəzi bölgə buna ısırğan deyir. Çox ləzzətli bir şoraba, yəni turşu, bəziləri tutma deyir, hazırlayacağam. Sizlər də bu fərqli turşudan, yəni şorabadan hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək hazırlanma qaydasına. Gicitkan çöldə, yəni çəməndə, bir də ki, bostanların kənarında bitən bir bitkidir. Bunu yığmaq biraz çətindir. Yığarkən əlimizə mütləq əlcək geyinməliyik. Çünki bu gicitkanı dərərkən əlimizi dalaya bilir. Yəni dalayır. Allergiyası olan insan mütləq əlində əlcəklə buna toxunmalıdır. Əgər gicitkan əlinizi dalayarsa, yanında həmən kömənci tapıb əlinizi ovuşdurun. Yəni həmən kömənci ilə ovuşdursanız, əlinizdə göynəmə olmayacaqdır. Gicitkan şorabasını qoymaq üçün biz gicitkanın yaxşı, qalın özəkli olanını seçib götürürük. Daha sonra bu şəkildə belə yarpaqlarını təmizləyirik. Çünki yarpağı ilə qoymuruq, yarpağı ilə qoysaq, bizim hazırladığımız turşu, yəni şoraba çürüyə bilər. Çünki yarpağı tez çürüyüb qaralır. Yəni, nənələrimizin deyimi ilə desək, gicitkanı kitilləyirik. Belə təmizlənmə qaydasına kitil deyilir. Gicitkanı təmizlədikdən sonra axar suyun altında bol suda tərtəmiz suyu çıxana qədər yuyuruq. Bu şəkildə silkələyərək yuyun ki, gicitkanın arasında olan torpaq, qum hamısı tökülsün. Bilirsiniz ki, zəhərlənmənin çoxu torpaqdan, yəni bitkinin tərkibində qalan qumdan, torpaqdan olur. Baxın, suyu tam şəffaflaşana qədər, qabın içərisində bir damcı da olsun, torpaq, qum qalmayana qədər tərtəmiz yuyuram. Turşularda, şorabalarda ən birinci təmizliyə əməl etməliyik. Təmizliyə əməl edəndə hazırladığımız turşular da qışa çox gözəl şəkildə qalır, xarab olmur, bankalarımız atmır və çürümür. Odun üzərinə qazanda su qoyub qaynadıram. Su qaynayan kimi yuduğum gicitkanı suyun içərisinə tökürəm. Qaynatmıram. Sadəcə 3-4 dəfə bu şəkildə çevirirəm suyun içərisində. Daha sonra çıxardıram. Kənarda ləyəndə soyuq su hazırlayıram. Çıxardan kimi tökürəm bu soyuq suyun içərisinə. Soyuq suyun içərisinə ona görə tökürəm ki, gicitkanları buradan çıxardanda isti olur. Mən bunu ləyənə töksəm, orada isti bir-birinə dəyib, hazırladığım gicitkanlar təmiz əpriyib əriyə bilər, yəni əzilə bilər. Qalan gicitkanları da eyni qaydada qaynayan suyun içərisinə tökürəm. 2-3 dəfə bu şəkildə qarışdırıram və sudan çıxardıram. Sudan çıxardıb qoyuram ləyənin, soyuq su hazırladığım ləyənin içərisinə. Buradan çıxartdıqdan sonra yenə də o soyuq su, bura tökəndə görürsünüz, su isinir. Ona görə də bu ləyəndəki suyu tez-tez dəyişmək lazımdır. Yəni, bu ləyəndəki soyuq suyu tez-tez boşaldıb, onun üzərinə yenidən soyuq su əlavə etmək lazımdır. Mən belə edirəm, kənarda bir ləyəndə də soyuq su hazırlayıram. Yəni, buradan götürüb gicitkanları həmin ləyəndə hazırladığım soyuq suyun içərisinə tökürəm. Tökürəm ki, mənim hazırladığım gicitkanlar əzilib xarab olmasın. Hətta buz olsa, içərisinə biraz da buz töksək daha gözəl olar. Mənim əlimin altında buz olmadığı üçün belə soyuq suyu tez-tez dəyişirəm ki, gicitkanlar istidən əzilməsin. Bu suyu da atmıram. Kənarda qoyuram, bir ləyəndə soyur. Soyduqdan sonra təbii azotdur. Dibçəkdəki güllərinizə, həyətdəki qızıl güllərinizə, meyvə ağaclarınıza, yəni soyduqdan sonra tökə bilərsiniz. O təbii azotdur. Yəni kanalizasiyaya axıtmayın.
Belə gicitkanlar tam soyduqdan sonra yəni burada biraz qalıb. Bir bitki, yəni gicitkan soyduqdan sonra bunun hamısını çıxardıram aş süzənə. Aş süzənə çıxardıb biraz saxlayıram, tam suyu çəkilənə qədər burada saxlayıram. Daha sıxmaq lazım deyil, sıxıb əzmək lazım deyil. Sadəcə aş süzənə tökürəm və orada tam suyu çəkilənə qədər aş süzəndə qalır. Rənginin də gözəlliyinə baxa bilərsiniz. Qaralma zat heç nə yoxdur. O soyuq suya saldığıma görə də belə gözəl şəkildə, əgər mən isti saxlasam bu qarala bilərdi. Ancaq soyuq suya tökdüyümə görürsünüz ki, rəngi də gözəl alındı. Gicitkan şorabamıza gedən ərzaqlar bunlardır. Dənə qara istiot, acı biber, şəkər tozu, sarımsaq, dəfnə yarpağı, bir də turşu, pendir turşu duzu var, hazır onlardan. Daha sonra alma sirkəsi, alma sirkənin hazırlanma qaydası kanalımda var. Özüm hazırlamışam, arzu edən baxa bilər. Bir də qaynadılıb soydulmuş soyuq su. Turşularda mütləq krandan axan su ilə qoymayın. Əgər filtrdən axan suyunuz varsa, filtrdən axan suyla qoya bilərsiniz. Yoxdursa gecədən soyuq su tökün, qaynadıb suyu tökün ləyənə, təmiz soyudub turşularınızda istifadə edin. Turşuları da, mürəbbələri də böyük bankalarda hazırlamaq lazım deyil. Mən kiçik bankalarda hazırlayıram ki, açanda tez yeyilsin və xarab olmasın. Yuduğum yarım litrlik bankaların içərisinə dəstə şəklində yığdığım bu gicitkandan yığıram. Daha sonra içərisinə 2 diş sarımsaq, 2 də ədəd dəfnə yarpağı qoyub, üzərinə acı biberdən azacıq bu şəkildə 2 ya 3 dənə də belə acı sevən üçün qoya bilər. Acı sevməyən ikisini də əlavə etsə bəs edər. 2 ədəd acı biber, yəni doğranmış bu boyu bu qədər olan acı biber, üzərinə yenə 5-10 dənə belə qara dənə istiot qoyuram. Üzərinə bir çay qaşığı, dolu olmayan çay qaşığı şəkər tozu əlavə edirəm. Bir də belə xörək qaşığından balaca, çay qaşığından da biraz böyük olan bir qaşıqla, çox da dolu olmayan bir qaşıqla, bir qaşıq da pendir turşu duzu var. O pendir turşu duzunun tərkibində yod olmadığı üçün o bizim turşularımızın xarab olmasını, yəni qarşısını alır. Ona görə də turşularda bu pendir turşu duzundan istifadə edin. Bir qaşıq da pendir turşu duzu qoyduqdan sonra bankanı çox da bərk basmayaraq qaynadıb soyutduğum bu gicitkanla doldururam. Qalan bankaları da eyni qaydada necə göstərdiyim kimi gicitkan, sarımsaq, dəfnə yarpağı, qara dənə istiot, acı biber, şəkər, duz əlavə edib bankaları tam doldururam. İndi isə bir banka balaca olduğu üçün bu armudu stəkanın yarısı qədər alma sirkəsi, siz üzüm sirkəsi də əlavə edərsiniz. Daha sonra qaynadıb soyutduğum bu soyuq suyla doldururam. İsti su tökmək olmaz, çünki isti su töksək bizim bu gicitkanlar əzilə bilər. Daha sonra qapağını 2 dəfə tərs burub, daha sonra bir dəfə düz burub möhkəm bağlayıram. Tərs çevirirəm ki, əgər içərisindən bir damcı çölə su axarsa, onun qapağını yenidən dəyişirəm ki, mənim hazırladığım şoraba xarab olmasın. Bu da sonda çox ləzzətli, çox gözəl, heç bir kanalda görmədiyiniz ləzzətli bir gicitkan şorabası hazırladım. Sizlər də hazırlayın, dadın, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Əməyə hörmət olaraq bəyəni düyməsində basmağı unutmayın.